Salam. Bugün çox məşhur bir mətnə, 50-ci məzmura, biraz fərqli baxmağa çalışacağıq. Hə, çox tanılan, amma bəlkə də deyərdim dərinliyi həmişə tam anlaşılmayan bir məzmur. Bəli, əlimizdə də maraqlı şərhlər var. Məqsədimiz Davudun Tanrı ilə o mürəkkəb münasibətini, tövbəsinin əslində nə demək olduğunu anlamaqdır və təbii ki, bunun sizin üçün nə mənası ola bilər. Gəlin başlayaq. İlk növbədə kontekst çox vacibdir, yəni niyə yazılıb bu məzmur? Hə, o hekayəni çoxumuz bilirik də, Davudun Batşeba ilə olan günahı. Bəli, və sonra Sadiq əskəri Uriyanın əslində Davudun əli ilə ölümə göndərilməsi. Çox ağır bir hekayədir. Sonra da Natan Peyğəmbər gəlir, o məşhur məsəllə. Varlı adam, kasıbın quzusu. Aynən. Və Davud da özü bilmədən öz əməlinə ölüm hökmü kəsir. Məhz bundan sonra bu tövbə məzmuru yaranır. Amma çox vaxt insanlar bunu sadəcə, necə deyim, cəzadan qurtulmaq üçün bir yalvarış kimi görürlər. Elə deyil. Düzdür, xüsusilə o misralar var ha. Təkcə sənə qarşı günah işlədim. Sənin öz sözlərində haqlı çıxasan və hökmündə qələbə çalasan. Hə, bax bu. Sanki deyir ki, məni bağışla ki, sənin mühakiməndə haqlı çıxım. Yəni, sən yaxşı olasan. Amma əslində Davudun Tanrı anlayışı bundan qat-qat dərindir. O, Tanrını sadəcə qanunları icra edən bir mexanizm kimi görmür. Necə yəni? Qanunlar var axı. Günah etdin, cəzalanacaqsan. Əlbəttə var. Amma Davud Tanrıdan bu qanunların bu səbəb-nəticə əlaqəsinin üstünə qalxmasını istəyir. Yəni, Tanrıdan öz təbiətinə uyğun davranmasını xahiş edir. Tam olaraq. Tanrı öz qaydalarının fövqündədir. Şərhlərdə o Amerikalı hakim nümunəsi var idi, yəqin xatırlayırsınız. Qanun cərimə tələb edir, amma hakim qadının ağır vəziyyətini görüb qaydanın üstünə çıxır, mərhəmət göstərir. Yadımdadır. Deməli, Davud Tanrıdan belə bir, necə deyim, qanunsu mərhəmət diləyir. Bəli, və o sadəcə əfv olunmaq istəmir. O tamamilə təmizlənmək istəyir. Günahın ləkəsinin silinməsini. O axroçet sözü var idi, səhv etmirəmsə. Silmək, təmizləmək. Düzdür. Sanki bir ləkəni tamamilə yox etmək kimi, izinin belə qalmaması. Və deyir ki, günahlarımdan üz çevir. Bu nə deməkdir? Görməzlikdən gəl. Bir növ, yenə o şərhlərdəki etiket qaydası nümunəsi kimi. Kraliça Qaqarinin səhvini görüb, onu pərt etməmək üçün özü də eyni şeyi edir. Davud da istəmir ki, Tanrı daima onun günahına baxsın. O münasibətin tam bərpasını istəyir. O günahkarlıq hissi ilə yaşamaq istəmir. Aydındır. Bəs onda Davud Tanrıya nə təklif edir? Qurban olaraq nəyi nəzərdə tutur? Heyvanları yox. Özü də deyir ki, istəsəydin, kəsərdin qurbanları. Amma sən onları istəmirsən. Tanrının əsl istədiyi başqa şeydir. Nədir o? Peşman ruh və sınmış ürək. Bunlar da Tanrı üçün məqbul olan qurban. Sınmış ürək. Bu çox güclü metafordur. Nə deməkdir əslində? Ümitsizlik. Yo, tam ümidsizlik deyil. Şərhlərdəki o Lego bənzətməsi çox yaxşı izah edir. Sanki özünü, bütün kimliyini, mövqeyini, qəhrəmanlığını, padşahlığını ən xırda hissələrə ayırıb Tanrının önünə qoyursan. Və deyirsən ki, buyur, məndən tamamilə yeni bir şey yarat. Köhnə mən yoxam artıq. Aynən. Bu tam təslimiyyətdir. Köhnə egodan, özünə güvəndən imtina edib, tamamilə Tanrının iradəsinə buraxmaq özünü. Bu, İbrahimin hər şeyi tərk etməsi kimi bir şeydir. Böyük etibar tələb edir. Doğrudan da. Və məzmurun sonunda güclə bağlı bir dua var. Siyona lütf et, gücsün divarlarını tik. Bu, nə ilə əlaqədardır birdən? Bu da çox simvolikdir. Təbii ki, hərfi mənası var idi o dövr üçün, amma bizim üçün də bir mənası var. Bizim üçün hansı divarlardan danışırıq? Bu, məcazi mənada bizim daxili dünyamızın divarlarıdır. Tanrı ilə sükunət içində rahat ünsiyyət qura biləcəyimiz o məkanı qoruyan divarlar. Aha, yəni bizi nəyə qarşı qoruyan divarlar? Bizim müasir dünyanın o səs-küyündən, daimi tələskənlikdən, bitməyən informasiya axınından, həddən artıq işdən, narahatlıqlardan, yəni diqqətimizi Tanrıdan yayındıran hər şeydən, məzmunun dili ilə desək, düşmənlərdən qoruyan divarlar. Başa düşdüm. Yalnız bu daxili güc qorunanda, o sakitlik yarananda, Tanrı ilə həqiqi dərin bir münasibət qurmaq olur. O məqbul qurbanı təqdim etmək olur. Elədir.
Yəni Məzmur 50 sadəcə keçmişdə olmuş bir hadisə haqqında deyil. O indi də bizə səslənir. Bizim Tanrı anlayışımızı, tövbə anlayışımızı sorğuluyur. Və onunla münasibətimizi qorumaq üçün hansı divarları hörəməli olduğumuzu düşündürür. Bəli, Onda belə bir sual qalır, elə deyilmi? Sizin həyatınızda, sizin daxili dünyanızda Tanrı ilə ünsiyyətinizə mane olan o divar çatları hansılardır? Və o daxili məkanı qorumaq, o divarları bərpa etmək üçün nə edə bilərsiniz? həqiqətən üzərində düşünməyə dəyər.